Bir çox insanın balansı mənfidədir deyə aldığı səhmləri satmağa tələsir. Bəlkə də elə ən böyük səhvi burada etmiş olur. Son günlər çox saylı mesajlar gəlir inboxa, şərhlərdə, digər səhifələrdə və qruplarda oxuyuram. Deməli, mən bu səhmi filan qiymətdən almışam, indi qiymət düşüb, səhmi satım yoxsa gözləyim. Əvvəlcə bir məqamı qeyd edim ki, səhm almağın iki növü var. Bir CFD kontraktlandır, bir də spotdan. Spotdan o deməkdir ki, siz səhmi real şəkildə almış olursunuz və o sizin hesabınızda qalır və istədiyiniz müddətdə onu balansınızda, hesabınızda saxlaya bilərsiniz. Qiymət düşsə belə, mənfiyə düşsə belə, siz heç bir zərər etmiş olmursunuz. Amma CFD kontraktlarda leverage sistemi var. Kredit çini deyilir buna. Və orada risklər daha çoxdur, gəlir də çoxdur, risklər də çoxdur. Amma orada siz real səhmə sahib olmursunuz. Sadəcə ora qiymətin düşüb və qalxmasından gəlir əldə etmiş olursunuz. Ona görə də ilk növbədə bilməlisiniz ki, siz aldığınız səhmi spotdan almısınız, yoxsa CFD kontrakt ilə ticarət edirsiniz. Misal üçün, burada ekranda paylaşdığım bəzi xarici saytlardan götürmüşdüm. Dow Jones indeksidir, S&P 500'dür, Nasdaq'dır və JP Morgan. Burada deməli görürsünüz ki, $880 bu indeksdə balansı mənfidədir. Aşağıda $138 balansı mənfidədir. Aşağıda $537 və $9. Sizin də balansınızda, sizin də hesabınızda bu qədər mənfi düşüşlər varsa və buna görə narahat olmaq lazım deyil. Siz o zaman narahat ola bilərsiniz ki, siz bu səhmi satsanız, o zaman ziyan etmiş olursunuz. Siz bunu satmadığınız müddətdə heç bir ziyan sizə gəlmir. Yəni balansınızdan və cibinizdən heç bir pul çıxılmır. Bu səhm olsun və yaxud da indeks olsun və yaxud da ki ETF olsun, fərqi yoxdur. Əgər balansınız mənfidədirsə, satmağa tələsməyin. Siz o zaman pul itirmiş olursunuz ki, şirkət rəsmi şəkildə elan edər ki, biz müflis olmuşuq və yaxud da ki, hər hansı bir dünyada baş verən bir müharibə ola bilər və yaxud da ki, bir fəlakət ola bilər, birjalar bağlanar. O zaman sizin əlinizdəki olan səhmlər itmiş ola bilər. Bu da mində bir olan bir hadisə ola bilər ki, yəni belə bir hadisə baş versin, onu o zaman itirə bilərsiniz. Ona görə də əlinizdəki olan səhmləri panikaya düşüb satmayın. Balansınız mənfidə olsa belə, mənfi $300 da olar, $500 da olar, $2000 də, $10.000 də ola bilər. Və bu səhmi mənfidədir deyə satırsınızsa, o zaman siz itirmiş olursunuz əlinizdəki pulu. Və heç bir zaman mənfidəki olan hesabınızda olan mənfilərə görə panikaya düşüb satmayın. Adi burada da görə bilərsiniz, $4 buradadır, $6 buradadır, bu bursunda artıq kardadır, burada $1300 kardadır. Bu mənfilər ay düşür, yenə də ziyana düşəcəm deyə bu səhmi və yaxud da ki, axardakı $52 səhmi satmayın. Necə ki, bunlar müsbətdədir. Bir zaman sonra 3 il ola bilər, 5 il ola bilər. Bu da gəlib bunun kimi müsbətə çıxacaq. O zaman artıq gəlir əldə etmiş olursunuzsa, sata bilərsiniz. Spot bazarda zərər yalnız satış etdiyiniz zaman yaranır. Yəni siz səhmi satmamışsınızsa, sadə qiymətiniz arasındakı olan, burada məsəl üçün siz almışsınız $500-dan, qiymət düşürsə $300, aradakı olan $200 mənfi görsənirsə, o sizin itirdiyiniz pul deyil. Siz səbirlə gözləyin ki, qiymət həmin aldığınız $500 üzərinə çıxacaq, $600, $700 və yaxud daha yüksək olacaqsa, orada qazandığınız gəlir kərə keçəndən sonra artıq aldığınız səhmi sata bilərsiniz. Bir məsələni də qeyd edim ki, mütləq şəkildə
ən azı həftədə bir dəfə olsa daha yaxşı olar. Məsələn, bu Nike şirkətinin səhmidir. Siz 2017-ci ildə $50 düşmüş səhmi almaq istəmisiniz və qiymət gəlir deməli buradan qalxır 2021-ci ildə $179 olanda siz satmırsınız, gözləyirsiniz ki, üstündən 3 il keçəcək, daha çox neçə nə qədər ki 4 il keçibdir. Biraz da keçsin, 5 il, 6 il olsun, biraz da bahalaşacaq. Mən onda səhmi sataram. Və bu zaman nə baş verir? Yenidən 4 il sonra qiymət eyni sahəyə $52 kimi düşür. Əvvəl olmuşdu $51, $52 kimi düşmüşdü və bu istiqamətdən dəstək alaraq qiymət qalxır və yenidən düşmə ehtimalı və yüksəlmə ehtimalı ola bilər. Ona görə həftədə bir dəfə və ya da ayda bir dəfə ən azından balansınızı yoxlayın. Qiymətin hara getdiyini, əgər görürsünüz ki, sərt düşür, ən azından qrafikə baxın. Qiymətin daha da sürətli şəkildə getdiyini görürsünüzsə, ya məsləhətləşin və yaxud da ki, qrafikə baxaraq bu işi öyrənərək ya düşüşü görürsünüzsə sata bilərsiniz və yaxud da ki, aşağıdan, yəni düşdükcə ala bilərsiniz. Amma görürsünüz ki, burada qiymət düşdükcə belə sərt düşür və burada çox güman ki, şirkətin rubli hesabatlarında gəlirləri kəskin şəkildə azalıb deyə, ona görə qiymət şərt şəkildə düşür. Bir məlumatı da qeyd etmək istəyirəm. Bu əsasən şərhlərdə daha çox gəlir. Biz qrafikə baxanda aylıqdan baxırıq, sonra keçirik həftəliyə, sonra keçirik günlüyə və ticarət edərkən minimum 4 saat, 1 saatlıqlara baxırıq. Bəzən görürsünüz ki, çəkdiyim qrafiklərdə bir dəstək çəkirəm ki, misal üçün qiymət gəlib buradan dəstək alıb bunu qırıb düşəcək. Bəzən görürsən ki, yazırlar ki, gəldi, bura çatdı, amma qiymət qalxdı. Buradakı olan, yəni qiymət hər zaman düşəcək deyə bir şey yoxdur. Qiymət alış və satışlar olanı burada görəcəksiniz. Baxın, həcmlər var. İnternet yoxdur deyə, zəifdir deyə. Həcmlər gəldi. Və biz burada görürük ki, həcmlər var. Bu istiqamətdə güclü satış həcmləri var. Qiymət nə edib? Gəlib buradan dəstək görüb. Dəstəyi hardan görüb? Dəstəyi bu istiqamətdən görür. Baxın, bu istiqamətdən. Yaşıl zonada alış əmrləri var. Buradan gəlir, dəstəyini görür. Alış və yuxarıya doğru qalxır və burada daha çox, hətta görürsünüz, bu xətt buradadır. Satış həcminə baxın, görün hara kimi gəlib. Burada daha çox satış həcmləri var. Bax, burada satış həcmləri var. Satış həcmləri çox olduğuna görə qiyməti aşağıya sonra doğru çəkir. Bəzən deyirlər ki, qiymət niyə bura gəldi, buradan qalxdı. Burada qalxış bizim üçün cəmi 5%, 6%dir. Biz uzun müddətli yatırım edirik deyə bizim üçün burada 5%, 6% qalxması bir problem yaratmır. Çünki biz analiz edərkən uzun müddətli edirik və düşünürük ki, qiymətin $5 və yaxud da ki, $3 qalxması bizim üçün bir təhlükə yaratmır. Biz artıq aylıq qrafikə verəndə baxırıq ki, burada artıq bir balaca bir şam var. Yəni, çox insan burada əsasən bir problem olduğunu və yaxud da ki, düzgün analiz etmədiyimizi soruşur. Baxın, burada bir şey göstərəcəm. Nə baş verir burada? Bax, bu aylıq şamdır. Biz bunu analiz edirik. Biz düşəndə 4 saatlıq qrafikə. Baxın, görün nə qədər burada şey yarandı. 4 saatlıqda. Bax, bu ərazi, bax, bu hissi bayaq bir şam idi. İndi isə bu qədər şam edir 4 saatlıqda. Yəni, bir aylıq bir ədəd şam 4 saatlıqda bu qədər şam edir. Təbii ki, burada qiymət orada düşürsə, qiymət burada artıq yuxarı yönlü düşüb qalxacaq. Yəni, bu normaldır. Və buna görə də çalışın analiz edərkən yuxarı zaman çərçivəsində analiz edin. Ondan sonra da yavaş-yavaş, yəni hədəfdəliyə, günlüyə düşüb oradan da alış etmək mümkündür. Ümid edirəm ki, bu məlumatlar sizin üçün faydalı oldu. Əgər bu video sizin üçün faydalı oldusa,
bəyənib paylaşa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.